Esselamu Aleyküm bizi izleyenler və hörmətli həmkarlarım. Hörmətli izləyicilərimiz, bundan qabaqki dərsdə kondisionerin 5 əsas düşmənlərindən danışdıq. Və dedik ki, bu düşmənləri aradan qaldırmaq birbaşa quraşdıran ustanın öhdəsindədir. Bugünkü dərsimiz isə quraşdırma ustası ilə heç bir əlaqəsi olmayan məsələlər. Yəni, birbaşa müştəri ilə əlaqədar olan problemlərdən olacaq. Bunların başında müştərinin kondisionerə etinasız yanaşmasıdır. Onu, deyək ki, televizorla və yaxud radio ilə assosiasiya etməsidir. Yəni, onu biz televizorla müqayisə edə bilmərik. Hər bir mexanizmin, xüsusilə də soyutma texnikasının baxıma ehtiyacı var. Məlumat üçün çatdırım ki, bəzi server otaqlarında olan presizyon kondisionerlərə hər ay baxım edilir. Nədən? Çünki bu baxım olmasa bu kondisionerlər dayanmadan 20 il işləyə bilməz. Bizdə isə çox təəssüflər olsun ki, belə bir adət-ənənə var. Kondisioner alınanda yalnız təmiz olur və biz 20 il yuyulmayan kondisioner, 15 il yuyulmayan kondisioneri görmüşük. Bu kondisionerin yuyulmamağı birbaşa müştərinin səhvidir. Yəni, müştəri əgər kəskin qoxular hiss edirsə, kondisionerin zəif soyutmasını hiss edirsə, artıq o bilməlidir ki, kondisioner ciklidir. Amma bütün bunlardan qabaq bilmək lazımdır ki, ümumiyyətlə bir kondisioner hər 2 ildən bir təmizlənməlidir. Ən azı 2 il. Elə yerlər ola bilər ki, kondisioner ildə 2 dəfə, 3 dəfə təmizlənə bilər. Bundan başqa kondisionerin növbəti düşməni ona verilən elektrik enerjisinin zəif olmasıdır. Bu müştəri ilə də əlaqədar ola bilər, elektrik şəbəkəsi ilə də əlaqədar ola bilər. Bəzən biz kondisionerə gələn şnuru çox nazik edirik. Bu da gərginliyin düşməsinə səbəb olur. Səbəbindən asılı olmayaraq aşağı gərginlik kondisionerin ömrünü çox qısa bir zamanda ömrünü qısaldır. Yəni çox qısa bir zamanda kondisioner məhv olur. Bundan başqa kondisionerin çöl hissəsinin çox deməli qapalı bir yerdə qoyulması. Hamınız bilirsiniz ki, Bakı şəhərində ümumiyyətlə dəbdədir ki, əvvəlcə kondisioner quraşdırılır və bundan sonra eyvanın hamısının qabağı deməli xüsusi sürüşdürülə bilən şüşəbəndlə örtülmüş olur. Və bundan sonra şüşəbəndin yalnız bir pəncərəsi açılır və elə bilirlər ki, artıq bu bir pəncərə açıqdırsa, deməli kondisioner işləyəcək və əla da soyudacaq. Kəsinliklə belə deyildir. Siz sadəcə olaraq qiyməti, yəni ucuz olmayan bir cihazınızı məhv edirsiniz. Əgər bu kondisionerin fasadda qoyulmasına imkan yoxdursa, ən azı kondisionerin qarşısı mütləq surətdə açıq olmalıdır. Əks təqdirdə bir neçə ildən sonra artıq sizin bu kondisioneriniz tamamilə yararsız vəziyyətə gələcəkdir. Hörmətli izləyicilərimiz, filtrlərin təmizlənməsi kimi elementar bir şeyləri bəzi vaxtı elə biz müştərilər görmüşük ki, 10 il ərzində filtr təmizlənmir. Mənim üçün maraqlı idi ki, yəni 10 il ərzində təmizlənmədiyi təqdirdə, kondisioner tamamilə nəfəs ala bilmədiyi təqdirdə, görürsən bu müştəri kimi gözləyirdi, nəyi gözləyirdi? Məgər siz maşınınızı hər həftədə bir dəfə yuduzduranda maşın daha sürətli gelirmi? Xeyr. Amma siz kondisionerə baxım etmədiyiniz təqdirdə əvvəla bu pul sizin cibinizdən gedir. İkincisi də təbiətə böyük bir ziyan vurmuş olursunuz. Çünki sizin kondisioneriniz əgər normal işləmiş olsaydı, o zaman az bir zamanda sizin evinizi soyudardı və elektrik enerjisi boşuna sərf edilməzdi. Kondisionerin
işlədərkən pəncərəni tamamilə açıq qoymaq. Bu da kondisionerin ömrünü azaldan bir şeylərdən biridir. Nədən? Çünki kondisioner dayanmadan işləyəcək. Biz demədik ki, pəncərənin ümumiyyətlə bir qədər aralı qalması kondisioneri məhv. Biz dedik ki, tamamilə açılması. Yəni, sanki kondisioneri elə bir yerə qoymuşuq ki, tamamilə hər tərəfi açıqdır. Əlbəttə, 1 saat, 2 saat bu kondisioner işləsə, heç bir problem olmaz. Amma davamlı olaraq bu formada işlətmək onun ömrünü azaldan məsələlərdən biridir. Bundan başqa, kondisioneri çox həddindən artıq aşağı temperatura qoymaq. Məsələn, 16 dərəcəyə qoymaq. Lazım olmadığı təqdirdə 16 dərəcəyə qoymaq. Baxın, görəyin, burada nə hadisəsi baş verir. Əgər biz videolarımızda dəfələrlə delta T'dən bəhs etmişik. Yəni, kondisionerin içinə girən hava ilə, kondisionerin içərisindən çıxan havanın arasındakı deməli, müxtəliflik, tapa bilmədim sözü, 15 dərəcə plus minus 1 olmalı. Əgər kondisioneri 16 dərəcəyə qoymuşuqsa ki, bütün kondisionerlərdə əlbəttə ki 16 dərəcəyə qoymaq mümkün deyil. O zaman faktiki olaraq biz onu ölümə tərk eləmiş oluruq. Yəni, onun iç hissəsi istər-istəməz buzlanmağa başlayacaq. Kimsə deyə bilər ki, ay usta, yəni bunun istehsalçısı səni qədər düşünmürmü? İnanın ki, bəzi vaxtda elə ola bilir. Yəni, istehsalçılar əslində normal istehsalçılara baxsaq, görərik ki, əksəriyyəti 18 dərəcədən aşağı qoymur. Yəni, temperaturun 16 dərəcəyə qoyulması kondisionerin iç hissəsinin buzlanmasına səbəb ola bilir. Və bu halda kondisioner davamlı olaraq işlədiyinə görə bu da onun ömrünün qısalmasına səbəb olur. Amma bütün bunlara baxmayaraq, burada, yəni danışdıqlarımızın içərisində bir kondisionerin ömrünü ən çox azaldan, onu məhv edən məsələ onun çirkli olmasıdır. Biz burada qeyd etmək istəyirik ki, kondisioner problemlərinin, diqqət edin, kondisioner problemlərinin 70%-nə qədəri məhz kondisionerin çirkliliyi ilə əlaqədardır. Kondisioner zəif soyudur, çirklilidir. Kondisioner bir qədər işləyir, dayanır, gəlirik, baxırıq, görürük ki, çöl isə tamamilə məhv olub. Kondisioner su axıdır, gəlirsən, görürsən ki, kondisionerin yəni hər tərəfi çirkli. Kondisioner buz bağlayıb, içəriyə buz tökülür, gəlirsən, görürsən, çirklidir, yursan, təmizləyirsən, düzəlir. Bizim elə bir videomuz da var idi. Hətta bir yerdə belə deyirəm ki, ay usta, siz hara gəldi kondisioneri yursunuz? Bəli, qardaşlar. Birinci növbədə kondisioner təmiz olmalıdır. Əgər biz onun parametrlərini yoxlayırıqsa, onun parametrləri yuyulduqdan sonra yoxlanmalıdır. Əvvəlcə kondisioneri qaz vurub, sonra yoxlama, bu diletantın işidir. Çünki əgər kondisioner təmiz deyilsə, onun sorma borusundakı təzyiqi, məsələn, deyək ki, 70 əvəzinə 55 olacaq. O zaman siz də freonu lazım olmadığı halda əlavə edəcəksiniz. Hörmətli izləyicilərimiz, dediyimiz məsələlər birbaşa müştəri ilə əlaqədar olan məsələlərdir. Yəni, müştərilər bu məsələlərə diqqət eləməli. Bayaq dediyimiz kimi, ən azı 2 ildən bir kondisioneri yuyub təmizlətdirməlidirlər. 2 həftədən bir kondisionerin filtrlərini təmizlətməlidirlər. Xüsusilə də mətbəxdə olan kondisionerlərə özəl baxım lazımdır və mətbəxdə olan kondisionerlər hər həftədə ən azı onların filtri çıxardılmalı və xüsusi maddə tökülüb təmizlənməlidir. Biz bu mövzunu davam etdirə bilərdik. Bu düşmənlər bir deyil. Amma burada ən əsaslarını dedik və inşallah da siz də bunun faydasını görəcəksiniz. Bizi sona qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı endirmək istəyənlər lütfən bizə bizim deməli YouTube-da olan deməli linkdən də endirə bilərsiniz. Eyni zamanda bizə WhatsApp-la müraciət edib kitabı istəyə bilərsiniz. Biz də böyük məmnuniyyətlə Allah rızası üçün o kitabı sizə göndərəcək. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.